Belə neçə olur bu? Neçə olur belə? Bu indi 3-ə? Bu Osmanlıda asılı təmsil olunub, Azərbaycan təmsil edildi. Mandarin bu mürəbbəsi gedir. Mandarin mürəbbəsi içində mitəyi var. Bu bir dənəsi hazırda festivalda sırf özəl qiymətə görə 5 azəyindir. Neçə olur bu da? Qazeti 5 manata. Qazetdə nə qədər olur? 2 kilo, 4 kilo, 2 kilo yarım. 2 kilo yarım olur. Tərkibindəki antioksidanta görə dünyada birinci yeri. Gözə xeyirdir. Gözə yaddaşa, ürək damar xəstəliyinə faydası var. Dostlar salam, hər vaxtınız xeyir olsun. Bu günləri Bakıda, Ağşəhərdə, Nizam Parıcında Çiyələk festivalında ya. Çiyələk festivalını gətirirəm. Çiyələyin qiymətlərini, çiyələk nə varsa bu festivalda göstərilir. Maraqlı sadıqlar, kim göstərir. Mənə dəstək olmaq üçün mütləq videonu bəyənin, şərhlərdə çıxıyacağız, bildirin kanalı bu Nizam Parıcında gördüyünüz Ağşəhərdə yerləşir. Buradan mənim videolarım var. Maraqlı videolar çəkmək istəyirəm. Əgər bu videoya 500 bəyəni verirlər, bu cür festivallardan videoların davamı olacaqdır. Bir də festivala tanış olan festivaldakı çiyələklər, çiyələk mürəbbələri, çiyələk... Başqa məhsullar da var ya. Çiyələklə məhsulları tanış olabilir. Festival 4-cü dəfə keçirilir. Çiyələk festivalı 4-cü dəfə keçirilir. Burada uşaqlar öz əl işlərini nümayiş elətdirir. Burada da belə məhsullar var, sağ olun. Burada yerli məhsullar da. Hansı şirkətdir? Olyoz değil. Olios'dur. Titumlarda bu neçə olur belə? Bu 85 manat. 85 manat. Soyuq sıxımdır Balık ha. çeyrəkdə sıxırıb. Balık çeyrəkdə, Çünki soyuq sıxım siz dəymən aparatdan yeyirsiniz. Bu balık çeyrəkdə sıxır. Qanqraqdan sıxırsınız da belə. Və jımıq qalandan o fotoğraf təbii göstərir ki, bütün yağlar belə olur. Balık çeyrəkdə sıxılır. Semiska neçədir? Günə baxan yarısı balık. Buna baxan var burada 16 manat. 16 manat. Bu da alıp taşılır. Hə, bunun litri 32-yə düşür də belə. Litr yox, 500, hə. Balık çeyrəkdə sıxılır. Siz onu ancaq salata vura bilərsiniz və belə təmiz vəziyyətdə yesə bilərsiniz. Bəli. Bu hardan ala bilərlər xanım? Instagramda. Acayip Instagramda online satışdan da. Çünki siz sipariş verirsiniz, biz onu hazırlayıb sizə çatdırırıq. Göstər kontakt nömrələrini göstər. O ağ olan kakas yağı deyirsən. Bu nədir? Tadına baxın. Nədir? Yəni Qara ikra yeyirsiniz, bioloji ikra. hə, ikradır. Biz onu Amma özü çiğ nədir? toxumu, kətən Hə, yağı, çiğ toxumu. bəli, nori, bir də soyalı sos. Hə, sonra yəni dəniz yosunu da. Bəli. Sushi'də istifadə olunur. Bəli. Güzel. Çox gözəl sağlamlıq üçün gözəl. Bəli, bu sağlamlıq üçün. Bankisi 15 Balığın manat. dadı var ha. Nori. Dəniz yosunu ona Çünki qara ikra yeyəndə odur da balıq hissi verir. Orada kətən yağı, çiğ toxumu, nori, bir də soyalı sos. Bunlar nədir bəs? Çiyələyin Bu pizzasıdır. glutensiz şirniyyat. Glutensiz şirniyyat 20 manat. Və bu şəkər yoxdur. Şəkər yoxdur, süd yoxdur, glutensiz. Glutensiz. Yəni bu o deməkdir ki, yəni dietik çox yaxşı istifadə olunan. Məsələn, laktoza ya hassassa laktoza istəməyənlər, şəkər istəməyənlər, glutenə qarşı həssaslığı olanlar. Ədə bizim düşkünlərdə mal ətindən, Bir də bir də hinduşka. Malatından və Hind Bir də quş balık, ətindən. farel, balıq. Payı balığından məhsul olur. Yox, bu xanımla biz bir yerdəyik. Холодильник yox, nельзя. Ya mən YouTuberəm. Belə festivallardan çəkirəm. Bu qara ikradır da bu. Bəli. Qara ikradır. Çiğ toxumdan. Çiğ toxumundan ikraya bənzər. qara ikradır bu cür. Bunlardakı Kalbaslar da var, axır biçi. Tofu pendirdə. Tofu, bəli, Tofu. tofu da var. Asiya mətbəxində geniş istifadə olunur. Bəli. Tofu pendiri. Azərbaycanda tək Sveta xanım tofu eləyir. Başqa heç kim eləmir. Hazır gətizdirir. Amma bu yerli məhsullar. İstehsal yerdə bu xaçmazda yerləşir. Bəli. almaq istəyənlər də hara şey eləyə bilərlər. Almaq istəyəndə Onu çəkəcək. Vizitka niyeti olmasın? niyə foto Hə, buradan yaza bilərlər, QR kod Bəli. oxudur. Kim istəsə. Sağ olun. Çox sağ ol, yorulmasın.
festivallardan videolar çəkirəm. Bunun haqqında bir qısa məlumat istəyərdim. Özüm eləyirəm, evdə eləyirəm. Özünüz evdə hazırlayırsınız bu arada. Bu nədir belə məsəl? Bu muşmulla. Muşmula, Muşmulla, turşu muşmulla. turşular. Bu ev üsulu hazırlanır da, Bəli, evdə bəli, hazırlanır. bəli. Bunun neçə olur belə bankası? Belə 1 litrliyi. Bu 1 litrlidir, bu 700 qramlıqdır. Muşmulla yəni çox bahalı bir məhsuldur da. Ona görə 6 manat. Organik təmiz evdə hazırlanır. Yəni burada mürəbbələr var görən, Mürəbbələr var, baxın. turşular var sonra. Mürəbbə, apelsin mürəbbəsi. Apelsin mürəbbəsi. Sonra orada mandarin mürəbbəsi. Bu Fransada təmsil olunubdur. Çək. Aha. O Fransada təmsil olunubdur. Azərbaycanı təmsil edibdir. Mandarin bu mürəbbəsi gedir. Mürəbbəsi, mandarin mürəbbəsi içində mitəyi var. Gözəl. Bu neçədir bəs? Bu 12 manat. 12 manatdır belə təmiz yerdən hazırlanır. Bu balqabaq mürəbbəsi də 10 manat. Da balqabaq mürəbbəsi. O tatlı olur balqabaq mürəbbəsi, həm də faydalıdır. Evdə hazırlanır. Bu da balqabağı turşusu. Turşusu görürsünüz. Mitəkdir də, mitək çək. Mitək. Müxtəlif ədviyyatlar da var burada. Bunlar hardan ala bilərlər? Belə necə sifariş verə bilərsiniz? Ancaq yəni mənə Instagramdan yazanda Vizitkanı göstər, tamaşaçılar görsün. Instagramdır. Nurşican altdan xətt ilərdə. Instagram adresidir. Nömrə də 055 717 96 66-dır. Yəni ki, rahat sifariş verə bilərsiniz. kivi mürəbbəsi. Yaxşı əncir turşusu var idi. Əncirin turşusu, hə, 11-ci dəfə eşitdirdik. Olan bir şeydir. Onlar sadəcə satıldı. Hə, bura gətirdikləri satılıb. Amma bu sifariş verib ala bilərlər. Allah xeyirli olsun. Sağ olun, çox sağ olun. Burada da ki salam. Çiyələkli piroqdur da bu. Çiyələkli piroq. Cheesecake. Sonra maraqlı nə var burada? Hər şey maraqlıdır. Bu da ki çiyəli şirniyyatdır. Xurmalı, var magnoliyalar. Magnoliyalar. Bunlar evdə hazırlanır da, öz əl işlərimizdir, yəni ki, ev üsulunda hazırlanır. Şokoladlar, konfetlər. Bizdə mağazində var. Aha, Satış dükanı var. Harda yerləşir o? Yasamalda. Yasamalda yerləşir. Şey, vizitka olar. Vizitkamızı göstərir, görsünlər kim istəsə. Instagram səhifəyə girirsiniz. Instagramda Və Guizi yazanda çıxır. Rahat ala bilərsiniz. Əla. Burada bunların satışı yəni neçədir bunlar? Ümumiyyətlə, bir deyirsiniz. səhifəmiz budur. Instagram səhifə nömrə də 050 210 05 35. Kim istəsə ala bilər. Manatdır. 4 manata bunlardır. Bunlar 6 Bunlar manatdır. məsələn. Bu şokoladdır da bu. Badam. Durma içində badam, şokolada batırılır. Burada belə çaydır da olar, yoxsa Qatqısız meyvə quruları. meyvə quruladı qatqısız. Neçədir bunlar belə? Bu 6 manat. 6 manata meyvə qurulardır burada. Əla. Xeyirli olsun, xeyirli olsun. Deməli festivala maraq çoxdur, böyükdür. Çalışıram gəlin maraqlarını da göstərəm. Hər işləri, yəni məhsullar satılır burada. Evlərsiz məhsulunuzu istəsiniz burada göstərək. Qiyməti, xeyri haqqında. Salam, hər vaxtınız xeyir olsun. Salam. Bu dünyanın ən faydalı gilə meyvələrindən biridir. Adı haskapdır. Blueberry-nin bir növüdür da bu da, elə bil ki. Blueberry-dən əvvəl çıxan bir növdür bu. Və tərkibindəki antioksidanta görə dünyada birinci yeri. Gözə xeyirdir. Gözə yaddaşa, ürək-damar xəstəliyinə faydası var. Cemi də olur, Bu mürəbbəsi isə də olur. blueberry cemidir. Blueberry cemidir, mavi gilə cemi. Bunlar belə neçə olur? Bu bir dənəsi hazırda festivalda sırf özəl qiymətə görə 5 AZN-dir. Endirimlər. Normalda bəli kiloqramı 20 AZN-dir. Bu 500 qramdır. Yəni kiloqramı 10 AZN-dir hazırda. Görürsünüz təbii yəni ağaçda. Kiloqram 10 azəyində, amma festivala görə 5 azəyində bu. Bəli. Belə bunlar bəs cemləri Bunlar 10 manatdır. 10 manatdır, mavi Bu gibi. şəkərli və şəkərsiz cemlər də var. Ha. Bu cür yəni ağaçlar da satılır, tilklər də Bəli, satılır. kollar satılır, bəli.
kollar neçə olur qardaş bunlar? Bunların kolları satışda yoxdur. Limitli saydadır. Çətin yetişir. Bəli, ona görə satışa çıxır. Amma o birisi var da, o Blueberry Blueberry kolları var idi, artıq dayanıb satışa. maraqlı var. Və yəni ki, TLA festivalı. Bunlar satılır da qardaşım. Satılır bizi. Hacıoğlu şirkətidir. O bilir yəni ki, neçə olur bu da? Qazeti 5 manata. Qazetdə nə qədər olur? 2 kilo, 4 kilo, 2 kilo yarım. 2 kilo yarım olur. Birini götür belə. Dadına baxmaq olar qardaş, bilirə. Belə çək və. Bu cür yəni iri çiyələkdir. Çiyələkdə özə dadı var, şirindir ya. Yetişmiş şirin. Çox şirindir. Burada da çiyələyin şitilləri satılır. Çiçəkli, çiyələrilərin meyvəlidir. Azberry. Buradakı çiyələkdən yığılmış səbətdir. Çiyələk buketidir. Əla. Süper qardaşım, əla. Burada belə Azberry'nin çiyələkləridir. Bir qablaşdırmada. Belə neçə olur bu? Neçə olur belə? Bu indi 3 əli. 3-ə? 3 manatadır belə. Çiyələk. Bu neçə olur qardaş belə? 5 manat olur. Burada nə qədər var? Yarım kilodur. Şam çiyələk. Bu da çiyələyin tortudur. Çiyələyin tortudur. Bu da ki çiyələyin biskvisidir. Piroqudur. Çiyələk tortu, çiyələk biskviti, çiyələk festivalında. Bu çiyələk festivalında görürsünüz böyük maraq var. Hansı şirkətə qaqa bu? ZTB. Ziya? Ziya Ticarət Bağları. Ziya Ticarət. Çiyələkçilikdir də sizdə. Çiyələkçilikdir sizdə. Cəlilabad rayon Gölçebə şəhəri. Cəlilabad rayonunda təsərrüfat bağları, Ziya çiyələkçilik. Festivalda yəni kebab da pişirilir burada. Kebab. Bunlar neçədir belə? 2 manat olur belə. 2 manat. Dostlar, belə daha bir video sonuna gəldik. Sadəcə 500 bəyəni gəlsə bu festivallardan, yəni çiyələk sahələrindən, istehsal sahələri, festivallardan partlardan videoların davamı olacaqdır. Videonun dəyərli inşallah göstərəcəyinizi bildirin. Kanala abunə olun. Növbəti videolarda görüşərik.